Allaha yaxın olmaqdır məqsəd. Allaha qovuşmaqdır məqsəd. Amma bu koridorda, bu gedişdə A nöqtəsindən B nöqtəsinə gedən yolda, bu keçiddə sağ, sol, başdan ayağa əyləncədir. Hələ ağzı ayrı ona baxacaqsan, bu ilə 5 dal söhbət edəcəksən, bir daha o ilə oynayım, bir daha bu ilə oynayım, bir daha onun dadına baxım, bir daha bunun dadına baxım. B nöqtəsi yaddan çıxacaq. Oraya gedib çıxa bilməyəcəksən. İmtahan bilirsiniz nəyə bənzəyir? Həmən A nöqtəsindən B nöqtəsinə gedəndə ayaqyalın gedirsən, təsəvvür elə. Və qum da çox istidir, qaynardır. İmtahan budur. Əziyyət verir sənə. Qum səni yandırır, amma səni məcbur eləyir ki, ayağı tez-tez qoyub götürəsən ki, sən A nöqtəsindən B nöqtəsinə tez sürətlə gedib çatacaqsan. Ona görə bəla bu yolun nə idi? Yanacağı da əslində. Bəla bu imtahandır, imtahan özü bir nemətdir.